Xoruldamaq burun tutulması ilə əlaqədar ola bilər. Xoruldamaq birbaşa burun tutulması ilə əlaqəli ola bilər, amma orada digər səbəblər də var. Çünki elə adam var ki, onda çəpər əyriliyi var, amma çöldən görünmür, hiss eləmir. Yəni burnu çox qəşəngdir, düzdür, heç bir problem yoxdur burnunda və s. Heç onun çəpər əyriliyi görəməz, amma çəpər əyriliyi çox dərin bir şeydir. Başın içində olan bir şeydir və görürsən ki, həqiqətən də yarğan var orada. Plus adenoidləri şişə bilər, soyuq havalarda, zöykəm, qrip və s. bu hallarda adenoidlər şişə bilər, polipi ola bilər, boğazında ət ola bilər, o da bu da T şəkili var, qulaqdan, burundan və boğazdan gedən yolun orada birləşməyi var. Və orada iltihab ola bilər və s. İstər-istəməz bu rahat nəfəs ala bilmir. Rahat nəfəs ala bilmir çünki burun işləmir. Bax, belə danışır, bax, belə danışır. Bir də var belə danışmaq, görürsünüz səslə də fərqli olur, bax, belə danışmaq var, belə danışmaq. Burada burun açıq olmalıdır, sən inqalyasiya eləməlisən və bu adamlar maksimum 4 gündən artıq istifadə olunmamalı olan spreyləri uzun illərdir istifadə edirlər. Artıq onlara audəçilik yaranıb, asıllıq yaranıb. Misal üçün, kisilometazolin tərkibli, oksimetazolin və s. kimi artıq onlar effekt vermir. Burnun sadəcə qısa müddətli yarım saat, bir saatı aça bilirlər. Bunlardan da fıs-fıs. Və bir ayda 100 manatdan artıq spreyə pul verirlər. Bu 2 ayda 200 manatdan artıq pul deməkdir. Amma o adamlar cold mix damla istifadə eləsələr, bunun tərkibi evkalipti, nanə yağıdır və s. bir neçə təbii qarışımlardır və bunu körpə uşaqlar, yəni 1 saat qabaqda olmuş uşaq da istifadə edə bilər. Böyük adam da, süd verən analar da, uşaq dünyaya gətirməyə hazırlaşan xanımlar və s. hamı rahat şəkildə istifadə edə bilər. Necə? Bir qutu 2 aya gedir. 2 damcı sol çiynə paltara və paltarda ləkə saxlamır, yəni ləkə konkret saxlamır. 2 damcı sol sağ çiynə. Bunu 3 saatdan bir eləyirsən gün ərzində. Nə vaxt yatsan, yastığının hər küncünə də bir damcı qoyub yatırsan. Qiyməti 14 manat 90 qəpikdir. Bütün apteklərdə rahat tapılır. Əgər hardasa olmasa deyin gətirsinlər. Və effektivliyi var. Bir də üstünlük nədir? Burunun içinə eləmirsən. Yəni paltardan və yaxud yatdığın yastıqdan istifadə edirsən. Hətta maşında o hava püskürdən məndə var. Ondan onun içinə tökə bilərsən ki, o hava təmizləsin. Evdə varsa o evdə də tökə bilərsən onun içinə 1-2-3 damcı və rahatlaşdırar. Sən nəfəs almağın rahatlaşar. Sən inqalyasiya eləyirsən, burnun içinə damcı, bədənə heç bir dərman vasitəsi getmir, ancaq təmiz hava gedir, rahat, amma tərkibi zənginləşdirilmiş havada oksigen belə. Orada olursan əla. Yəni o problem bitir. Növbəti videolarda görüşənə qədər özünüzə çox yaxşı baxın və videonu bəyənin, paylaşın, fikirlərinizi də yazın. Hələlik.